Bugün çox ləzzətli şokoladlı yoğurt dadında krem şokoladının hazırlanmasını bölüşürəm. Mən yarım litr süddən istifadə edib səhv etdim. Səhəri günü yenə hazırlamalı oldum. Çox ləzzətli olur. Siz də 1 litr süddən istifadə edin. Əvvəlcə qazana 1 litr süd əlavə edib, isitmədən üzərinə 2 yemək qaşığı qarğıdallı nişastası, 1 yemək qaşığı düyü unu, 1 stəkan şəkər tozu və 2 yemək qaşığı kakao əlavə edib ocağın üzərinə qoymadan un və qarğıdallı nişastası süddə tam açılana qədər qarışdırıram və ocağın üzərinə qoyub südün bir qədər qatlaşdığını hiss edənə qədər qarışdırıram. Üzərinə 100 qram südlü damla şokolad əlavə edirəm və şokolad tam əridikdən sonra qablara paylaşdırıram və tam soyuduqdan sonra soyuducuya qoyuram. Üzərini zövqə görə kim nə ilə istəsə bəzəyə bilər. Mən kakaodan və damla şokoladdan istifadə etdim. Soyuducuda 1-2 saat saxladıqdan sonra artıq yeməyə hazır olur. Çox ləzzətli andır. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.